Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric məktəbinin şagirdlərinə yeni dərsliklər təqdim edilib. Bu addım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənmiş Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası çərçivəsində atılıb. Noyabrın 26-sında baş tutan təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev şagirdlərlə görüşərək məktəbin fəaliyyətindən və görülən işlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu məktəbin Cambridge beynəlxalq təhsil sisteminə əsasən fəaliyyət göstərməsi təhsilin beynəlxalq standartlara uyğun təşkilinə və keyfiyyətin yüksəldilməsinə xidmət edir. Rektor məktəbin tədris laboratoriyaları, kitabxanası, idman meydançaları və imtahan mərkəzi ilə təmin olunmasının şagirdlərin həm akademik uğurlarına, həm də fərdi inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd edək ki, təqdim olunan dərsliklər Cambridge kurikulumuna uyğun olaraq hazırlanıb və şagirdlərin beynəlxalq imtahanlara daha hazırlıqlı şəkildə qatılmasına şərait yaradacaq. Təfsilat tədbirlər planının 2025-ci ilə aid olan hissələrindən biri də məktəbin kitabxana və dərslik resurslarının möhkəmləndirilməsi idi. 1000-ə yaxın orijinal Cambridge lisenziyası ilə dərsliklər və dərs vəsaitləri alınaraq məktəbə təhvil verilmişdir. Bu gün həmin dərsliklərin şagirdlərə təqdimatı prosesini reallaşdırdıq və bu günədək həmin şagirdlər həmin dərsliklərin digital resurslarına əldə edib onlardan istifadə edirdilər, hansı ki biz tərəfdən bu təmin olunmuşdu. Düşünürük ki, bu tipli tədbirlər müxtəlif istiqada orta təhsilin inkişafında, xüsusən də xarici dilli şagirdlərin yetişməsində və beynəlxalq təhsil platformalarına inteqrasiyasında mühüm və əlamətdar bir hadisə olacaqdır. Bu dərs vəsaitləri yüksək standartlara uyğun, eyni zamanda Cambridge kurikulumuna cavab verəcək və Cambridge standartlarına cavab verəcək şəkildə hazırlanmışdır. Şagirdlərimiz həmin bu paylanan dərs vəsaitlərindən mütəmadi olaraq gündəlik istifadə edirlər. Eyni zamanda bu kitabların yanında əlavə olaraq iş kitabları da verilmişdir. Müəllimlər bu iş kitablarından daimi tapşırıqlar verir və şagirdlərimiz o tapşırıqları istər dərsdə, istər evdə əlavə olaraq həyata keçirirlər və tapşırıqları həll edirlər. Şagirdlərimiz bu kitabları düzgün şəkildə, yaxşı şəkildə mənimsədikdən sonra Cambridge-in tələb etdiyi müxtəlif imtahanlardan uğurla keçə biləcəklər. Eyni zamanda da beynəlxalq olimpiyadalarda birbaşa hazırlığını təmin edəcək bu dərs vəsaitləri. Mən Axundzadə Asif Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Cambridge məktəbində 7-ci sinif şagirdiyəm. Mən sevinirəm ki, bugün bizim Cambridge kitabları gəlibdir və onlar bizim üçün çox lazımlıdır. Çünki biz onları dərsdə daimi istifadə edirik və bu bizim gələcəyimiz üçün çox lazımdır. Bugün bizə kitablarımız paylandı. Bu bizim üçün çox vacibdir. Çünki iş dəftərlər də var idi onlarla bir yerdə. İş dəftərlərində biz çalışmalar edirik. Badəm Əliyeva, Fəxriyə Səyyadova, Musa Süleymanov, NDO xəbər.